Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Oktyabr ayının 15-i həftənin çərşənbə günü və gecə saatlarıdır. Xoş gördük sizi. Son dəqiqə bir xəbərimiz var. Onu nəzərinizə çatdırırıq. Ramiz Mehdiyev ev dustaqlığında. Bəli, düzgün eşitdiniz. News 365 saytı xəbər verir ki, Prezident Administrasiyasının sabiq rəhbəri, Amiyanın keçmiş prezidenti Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi üzrə 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilib. Məhkəmənin qərarı Cinayət Prosessual Məcəlləsinin 163-cü maddəsinə əsaslanır və bu maddə ev dustaqlığının mahiyyətini, qaydalarını və məhdudiyyətlərini aydın şəkildə müəyyən edir. Ev dustaqlığı təqsirləndirilən şəxsin azadlığının məhdudlaşdırılması, lakin tam təcrid olunmadan öz yaşayış yerində nəzarət altında saxlanılması deməkdir. Bu həbsə alternativ qəti imkan tədbiridir və şəxsin cəmiyyətdən tam ayrılmadan, amma ciddi nəzarət altında saxlanmasına xidmət edir. Onda deyək ki, Ramiz Mehdiyev bir zamanlar Prezident Administrasiyasının rəhbəri olub və ondan sonra ən sonuncu iş yeri isə Amiyanın prezidenti kimi fəaliyyət göstərib və bundan sonra konkret olaraq Ramiz Mehdiyev nəzarət altında olacaq. Onun barəsində nə kimi tədbirlər görüləcək, nələr olacaq, yaxın zamanda müəyyən olunacaq.